Kufə cəmaatının dəvəti mövzusuna gəldikdə isə, bu dəvət nə üçün idi? Şübhəsiz rəhbərliyi qəbul etmək və hakimiyyəti ələ almaq, həmçinin Kufəni mərkəz etmək üçün idi. Kufə İslam aləminin hərbi düşərgəsi idi. Kufənin möhtərəm və görkəmli şəxslərinin yazdığı məktub çox möhkəm və əsaslı idi. Bunu Hüseyn Hərəkatı kitabının qeydlər bölməsinin 16-cı nömrəsində qeyd etmişik. Sonra isə şükür olsun o Allaha ki, sənin zalım və qəddar düşməninin belini sındırdı. Həmin o düşmən bu ümmətə qarşı üsyan etdi. Hakimiyyətinin yüyənini qapdı, var-dövlətini qəsb etdi və cəmaatın razılığı olmadan onlara rəhbərlik etdi. Sonra onların yaxşılarını öldürüb pislərini sağ saxladı və Allahın var-dövlətini onların boynu yoğunları və varlıları arasında əldən ələ keçirdi. Səmud qövmü uzaq olduğu kimi, qoy o da Allahın rəhmətindən uzaq olsun. Həqiqətən bizim rəhbərimiz yoxdur. Bizə tərəf tələs, ümidvarıq ki, Allah bizi sizin əlinizlə haqqın ətrafına yığsın. İmam da onların cavabında Müslümün adına imzaladığı sərəncamın altında yazır. Mən öz qardaşım, əmmoğlu və ailəmdə etibar etdiyim şəxsi sizin yanınıza göndərdim. Və öz canıma and olsun ki, rəhbərlik məqamına Allahın kitabına əməl edən, ədalət edən, Allahın dini ilə hakimlik edən kəsdən başqa heç kəs layiq deyil. Bu məktubda imamın hakim, hakimiyyət və hökumətə dair tezisi aydın və müəyyən olur. Bu məktub ilk növbədə imamın rəhbərlik məsələsinə olan həssaslıq və diqqətini, eyni zamanda ən böyük münkərin, Yezid və onun zəbt etdiyi məqam olmasını göstərir. O həzrət cəmaatın beyyət etmək üçün qətiyyətini özünə qərar vermək üçün əsas hesab edir. Halbuki gələcəyi qaranlıq bildiyi üçün ürəyində bu işə mail deyil. O buyurdu. Çünki biz belə bir məsələ ilə üzləşdik ki, onun bir neçə rəngi və çöhrəsi var. Və buyurdu. Və əgər cəmaatın iştirakı və köməkçilərin himayəsi ilə Allahın höccəti mənə tamamlanmasaydı, hakimiyyətin ipini dəvəsinin hörgücünün üzərinə boşlayardım və xilafətin sonunu ilk kasası ilə sirab edərdim. Yəni, əvvəlki kimi yenə də bunu qəbul etməkdən əl çəkərdim. Qəti qərar bu mənada deyil ki, bütün sir və gizlinlərdən agah olan Allahın xalqla qəti haqq hesabı tamam olmuş olsun. Buna görə ki, hər kəs həlak olsa, dəlilə əsasən və hər kəs diri qalsa, hidayət tapsa, yenə dəlilə əsasən olsun. Bu qəti qərar imamın hazırki və gələcəkdəki insanlara olan qəti qərarının tamamlanmasıdır. Çünki heç şübhəsiz ki, əgər imam qəbul etməsəydi, o dövrün və sonraki əsrlərin insanları onu çox münasib bir fürsəti qaçırmaqda günahlandırardı. Və Kufə qiyamı imamın əleyhinə tarixi bir dəlil hesab olunardı. Lazım gəlirdi ki, imam tarix qarşısında öz qəti qərarını cəmaatda tamamlasın. Burada bir neçə mətləb var. A. İmamın Məkkədən Kufəyə tərəf hərəkət etməsi təkcə Kufənin dəvətinə görə deyildi. Qəti dəlillər var idi ki, imam istənilən halda Məkkədə qala bilməzdi. Bunun üçün bir sıra qeyri-müstəqim məsələlər mövcuddur. Əvvəla, imam həcc əməllərini yarımçıq qoydu. Biz bilirik ki, əsl həcc ziyarətində əmələ başladıqdan sonra onu bitirmək və sona çatdırmaq vacibdir. Yalnız məsələn, öldürülmək təhlükəsi kimi çox bir zərurət qarşıya çıxsa, davam etməyə icazə verilir. Çox mühüm bir zərurət qarşıya çıxsa, davam etməməyə icazə verilir. Bircə bu qalır ki, belə deyək. İmam əvvəlcədən ümrə-i təməttü yerinə yetirmədi və əvvəldən fərdi ümrə niyyətində idi. Çünki imamın həmin günlərdə ehram geyməsi və ehramdan çıxmaması inkar olmazdır. İkincisi, imam Məkkədən çıxarkən öz vəziyyətini Musa ibn İmranın Misirdən çıxaraq Sina səhrasından keçib şərqə tərəf və Fələstinə getdiyi vaxtdakı vəziyyətinə bənzədirdi. Çünki imam bu ayəni oxuyurdu. Musa o diyardan nigaran halda çıxdı və dedi, mənim Rəbbim, məni zalım qövmdən xilas et. Mədinəyə tərəf hərəkət edərkən dedi, ümidvaram ki, Rəbbim məni düz yola hidayət edər. Musanın bu əhvalatı ona belə bir xəbər çatdıqdan sonra baş vermişdi. Qövmün başçıları toplantı edərək qərara alıblar ki, səni öldürsünlər. Belə isə çıx şəhərdən ki, həqiqətən mən sənin xeyrxahınam. Üçüncüsü, İmam özü Əbu Hürrə Əzdinin cavabında buyurdu.
Bəni Ümeyyə malımı aldı, səbr etdim. Abrıma toxundu, səbr etdim. Və qanımı tökmək istədilər. Qaçdım. Fərəzdəqin cavabında buyurdu. Əgər tələsməsəydim, tutulacaqdım. Şeyx Müfid yazır. Öz həccini sona çatdıra bilmədi ki, məbada Məkkədə tutulub Yezid ibn Muaviyyəyə göndərilə bilər. Sərmaye-i Soxan yazır. Əmir ibn Səid ibn Əl-As bir qrup şəxslə birgə imamı öldürməyə göndərilmişdi. Tureyhi yazır ki, Bəni Ümeyyə şeytanlarından 30 nəfər bu iş üçün ezam olunmuşdu. Hüseyn hərəkət qeydlərinin 10-cu nömrəsində Məqtəli Xarəzmidən nəql etmişik ki, İmam İbn Abbasla yazılı dərdləşməsində deyir. Məni Məkkədə rahat buraxmırlar və ilahi hərəmin qonşuluğundan çıxmağa məcbur edirlər. İbn Abbas da Yezdə yazdığı məktubda onu kəskin şəkildə məzəmmət edir, söyür və yazır. Siz zorla Hüseyni ilahi hərəmdən çıxardırsınız. B. Bu amillərin dəyəri nə qədər idi? Bunlardan hansı biri imamın nəzərində əsas məqsədi idi? İlk iki amilin heç biri şübhəsiz digərinə bağlı deyildi. Yəni, fərz etsək ki, imamdan beyyət istəməsəydilər, yenə də əmr məruf adı ilə etiraz edəcəkdi. Əgər fərz etsək ki, etiraz etməyəcəkdi, ən azı beyyət də etməyəcəkdi. Söhbət üçüncü amilin dəyəri əsaslığındadır və miqdarındadır. Burada kimsə güman edə bilər ki, bu cərəyandakı əsas amil imamın işləri ələ almaq istəyidir. Digər iki cərəyan, yəni beyyətdən imtina, əmr məruf və nəhyəz münkər adı altında etiraz və tənqid bu işə hazırlıq xarakteri daşıyırdı. Bəllidir ki, vəziyyəti öz mənfəətinə uyğun görən və rəhbərlik məqsədi güdən şəxs bir yandan beyyət etməməli idi, çünki özü üçün lazım olan şəraiti pozmuş olur. Bir yandan rejim əleyhinə təbliğat sujetinə malik olaraq onları tənqid etməli idi. O vaxtki şəraitə uyğun olaraq əmr məruf adı ilə etiraz etmək Küfəyə getməyin hazırlığıdır. Nəticə etibarilə vəziyyətin uyğun olmadığını duyan anda öz vəziyyətini digər iki cərəyan baxımından dəyişməli, həm beyyət etməyə, həm də etiraz və tənqiddən əl çəkməyə hazır olmalıdır. Salihinin kitabından belə başa düşülür ki, məsələ elə yuxarıda deyilən kimidir. Halbuki belə deyil. Salihinin böyük səhvi elə budur. İmam beyyət və təslimçiliyə razı olmadı və özü də demişdi ki, istənilən halda mən beyyət etməyəcəyim. Yəni, Küfə istər məni qəbul etsin, istər qəbul etməsin, beyyət etməyəcəyim. Digər tərəfdən, Küfəlilərin yardımından məyus olduqdan sonra da tənqiddən əl çəkmədi. Alovlu xütbələrini Hürr ilə rastlaşdıqda və Küfənin vəziyyətindən xəbərdar olduqdan sonra da söylədi. Müslümün ya Qeys ibn Müsəhhərin və ya Abdullah ibn Yaqturun şəhadətindən xəbərdar olduqdan sonra təzədən bu ayəni oxudu. Möminlərdən elələri var ki, Allahla bağlılıqları əhdə şahidlik göstərirlər. İmamın Küfənin vəziyyətinin dəyişməsindən sonraki müqaviməti və israrı bəlkə də daha çox bunu anlatmaq üçün idi ki, onun beyyətdən imtina etməsi, etirazı və tənqidi hakimiyyəti ələ almaq və Küfəyə hakim olmaq üçün deyil. İmamın yolu davam etmək fikrindən dönməsinə gəldikdə isə, bu dönmə beyyətdən imtina etmək, etiraz, tənqid, əmr məruf və nəhyəz münkər fikrindən deyil, yalnız Küfəyə getmək fikrindən dönmək idi. Salihinin fikrinin əksinə olaraq, İmamın beyyət etməsi və etiraza başlaması Küfənin hazırlığına bağlı deyildi. Yəni, bu şəraitin olması ilə həm beyyətə razı olan, həm də etirazdan əl çəkən deyildi. O, həm etirazın təhlükəsini bildirdi, həm də bu etirazın qanlı nəticəsindən agah idi. İstəyirdi ki, cinayətin üzə çıxması əsla pozulmasın və bu qanla yazılsın. Başqa tərəfdən isə ən azı övladlarının və dostlarının öldürülməsinin qarşısını ala biləcək bir yol da tutmadı. Çünki deyək ki, özünü təhlükədə görürdü, bəs niyə onların öldürülməsinə razı oldu? Bundan əlavə nə üçün Hürr ibn Yezidlə, Ubeydullah ibn Hürr Cufi ilə və Zəhhak ibn Abdullah Məşriqlə görüşdükdən sonra və ələxsus Bəni Əsədi Aşura gecəsi həmkarlığa və köməyə çağırdı? C variantı. Görəsən, İmam doğrudanmı Küfə cəmaatına etimad bəsləyirdi və nikbin idi? Yəni necə deyərlər, Küfə cəmaatına arxalanırdı mı?
İbn Xəldun, Qazi ibn Əl-Ərəbi və başqaları, o cümlədən Salehi, imamın hərəkatında əsas amil olaraq Küfənin vəziyyəti və küfəlilərin dəvətini hesab etmişlər. Belə olduqda təbii olaraq fərz etmişlər ki, imam özü küfəlilərin içindəki vəziyyətinə etimad bəsləyirdi. Sonra da bu cəhəti imama irad tutmuşlar ki, onun Küfə cəmaatına etimadı və onlara arxalanması yerində və vaxtında olub, lakin vəziyyətin dəyişilməsi gözlənilməz və proqnozlaşdırılması mümkün olmayan bir şey idi. Yəni, adi formada və təbii yollarla kiminsə belə bir proqnoz verməsi mümkün deyildi. Uhuddakı vəziyyətin dəyişməsi kimi, bu da gözlənilməz və Cəbəlur Rimahdakı oxatanların səhvi ucbatından baş verdi. Bəllidir ki, əgər imamın hərəkatında küfəlilərin dəvəti əsas amil olsaydı, o zaman imam çox ehtiyatlı olmalı, İbn Abbasın nəsihətini həyata keçirməli və etimad göstərməməli idi. Amma həqiqət budur ki, İmam küfəlilərə heç bir etimad göstərməmişdir. Fərəzdəqin cavabında buyurdu ki, əgər işlər istəyimizə uyğun getsə, Allaha şükr edərik. Yox, əgər ilahi qəza istəyimizə çatmağa mane olsa, əlbəttə niyyəti haqq olan və batini təqva ilə bəzənmiş şəxs təcavüzkar hesab olunmaz. Bundan əlavə imamdan yol boyu bir sıra cümlələr eşidilmişdi və bu cümlələr göstərir ki, imam bu səfərini salamat və təhlükəsiz səfər hesab etmirmiş. Ölümün Adəm övladında yeri var. Dünyanın alçalığındadır ki, Yəhya ibn Zəkəriyyanın mübarək başı Bəni İsrail əxlaqsızlarının birinə hədiyyə göndərildi. Həqiqətən Allah səni öldürülmüş görmək istəyir. Həqiqətən sənin Allah yanında bir məqamın vardır ki, o məqama şəhadətdən başqa heç nə ilə çata bilməzsən. Əgər birinci xütbə, ikinci cümlə və üçüncü məhşur yuxu etibarlı sənədə əsaslansa, məsələ daha çox aydın olar. D variantı. Görəsən imam elə əvvəlcədən Kərbəlaya tərəf hərəkət edirdimi? Əgər fərz etsək ki, Kərbəlaya tərəf hərəkət etmirdi, o zaman öldürülmək üçün və ya öldürüləcəyini bilərəkdən hərəkət edirdimi? Tarixi baxımından imamın Kərbəlada öldürüləcəyini bilə-bilə hərəkət etməsini isbatlamaq olmaz. Hadisələrin zahirini nəql edən tarix baxımından anlaşılan budur. İmam Küfəyə tərəf və Küfəyə getmək məqsədi ilə hərəkət etdi. Yolda Hür ilə rastlaşdı. Hür imama İraq məntəqəsindən çıxmağa icazə vermədi və imam da Hürrün nəzarəti altında Küfəyə getməyə razı olmadı. Buna görə də qərbə, yolun soluna tərəf hərəkət edərək Kərbəlaya çatdılar. Sonra İbn Ziyadın məktubunun nəticəsində həmin yerdə dayandılar. Öldürülməyini bilməsi barədə tarix bu səfərin təhlükəli olmasından və bu yöndə arxayınçılığın olmamasından başqa heç nəyi isbat etmir. Eyni zamanda bunun başqa bir cəhətlə ziddiyyəti yoxdur və o cəhət ondan ibarətdir ki, imam başqa bir səviyyədə, yəni mənəviyyat və imamət səviyyəsində bilirdi ki, sonunda Kərbəlada dayanacaq və orada şəhid olacaq. D variantı. İmam Hürr ilə rastlaşdıqdan sonra və Kərbəlada bir neçə dəfə qayıtmaq istədiyini bildirmişdir. Bu qayıtmaq istəyini bildirmək hansı mənanı daşıyır? Öncə dedik ki, imamın fikrindən daşınmasını bildirməsi beyyətdən imtina etmək kimi müqəddəs müdafiədən və etiraz və əmr-məruf və nəhy-i münkər kimi müqəddəs qiyamdan dönmək mənasını yox, Küfəyə getmək və Küfə hökumətini təşkil etmək istəyindən dönmək mənasını verirdi. Salihinin əqidəsinə zidd olaraq imam Küfənin süqutundan sonra digər iki məqsədindən əl çəkmədi. O, beyyətdən imtina və hökumətə etiraz etməyi yalnız rəhbərliyə zəmin hazırlamaq baxımından faydalı hesab etmirdi. Bu hərəkətin təhlükəsini də tamamilə bilirdi. Lakin istəyirdi ki, heç vaxt pozulmasın deyə öz peyğamını, cinayət harayını və beyyətə yox deməsini qanla yazsın. E variantı. Bəllidir ki, küfəlilərin dəvəti amili baxımından imamın qiyamı ibtidai bir qiyamdır. Hətta bu baxımdan təkcə hökuməti zəiflətmək və islah etmək üçün onun əleyhinə baş vermiş üsyan yox, hakimiyyəti ələ almaq üçün atılmış addımdır. Yəni, nəhy-i münkər amilinə uyğun olaraq istər hökumətin zəiflədilməsi və süqutu, istər hökuməti islah etmək nəzərində məqsəd gərək islah olunsun. F variantı.
Aydın oldu ki, bu amillərin hər birinə görə imamın ayrı və xüsusi bir vəzifəsi vardır. Yeri gəlmişkən, bu amillərin hər birinə görə imamın hərəkatı xüsusi. Dəvət amilinə görə ən çoxu 50% müvəffəqiyyət ehtimalı vardır və bu baxımdan hərəkatın dəyəri odur ki, imam fürsət tapılan kimi oturmur və onu əldən vermir. Bunun kənarında imamın hökumətin barəsində nəzər və mülahizəsi də aydın olur. Bu isə Müslümin vasitəsilə Kufə əhalisinə göndərdiyi məktubda və Beyzə xütbəsində müşahidə olunur. Beyyət amili baxımından həmin vaxta qədər hətta Kufəlilər də kömək etmək üçün hazır olduqlarını bildirməmişdilər. İmamın işinin dəyəri bu həddədir ki, qüvvətli və qanıçən bir hökumətin beyyət üçün xahişini qəbul etmir və qanın tökülməsinə razı olur, amma beyyət etmək istəmir. Bu amil baxımından əgər hökumətin onunla işi olmasaydı və ondan nəsə istəməsəydi, imam da onların işinə baş qoşmayacaqdı. Birinci amil baxımından isə əgər Kufə cəmaatı öz hazırlığını bildirməsəydi, imam da üsyan etməyəcəkdi və çox güman ki, beyyət də edəcəkdi. Hər halda beyyətdən imtina amili dəvəti qəbul etmək amilindən daha artıq dəyərə malikdir. Çünki dəvəti qəbul etmək amilində canın salamat qalmasına, əlavə olaraq rəhbərlik müvəffəqiyyətinə və rəqibi hakimiyyətdən salmağa %neçə faiz isə ehtimal var. Lakin beyyətdən imtina etmək amilində başlandığı günlərdə öldürülmək ehtimalı yəqinliyə yaxındır. Amma imamın beyyətdən imtina etməkdən və dəvəti qəbul etməkdən əl çəkmədiyi vaxtlarda, əksər hallarda istinad etdiyi əmr-məruf və nəhy-əz-münkər amili əvvəlki amillərin hər ikisindən daha çox dəyərə malikdir. Çünki bu amilə əsasən imam istənilən halda özünü dövrün hökuməti ilə çarpışmaya salmışdı. Bu çarpışma hücum xarakterli idi və cəmaat yaxud hökumət tərəfindən deyil, imamın özü tərəfindən başlamışdı. Bu amil baxımından imam müdafiəçi deyil, hücumçu və etiraz edən idi. Onun bu cəhətdən işi beyyət istənilməsinin qarşısında sırf mənfi hərəkət, yaxud hökumət təşkili üçün həmkarlıq tələb edənlərin qarşısında sırf müsbət hərəkət deyildi. Onun işi başlanğıc idi. Yəni, əvvəlcə o başlamışdı. Bu amilə əsasən, hökumət ondan beyyət istəsə də, istəməsə də o etiraz edən və mövcud olan vəziyyətin dəyişilməsinin tərəfdarıdır. Kufə cəmaatı onu qəbul edərək kömək etsə də və ya qəbul etməyib kömək etməsə də, yenə də o etiraz edən və mövcud vəziyyəti dəyişdirmək tərəfdarıdır. Hadisənin fövqəladə dəyərə malik olması, dərs və ibrət olması da elə bu nöqteyi nəzərdəndir. Demək, bu üç amil həm imam üçün yaratdığı vəzifə və hərəkətə görə, həm dəyər və əhəmiyyətə görə, həm xatirəsinin əziz tutulması, həm də ibrət və dərs olması baxımından bir-biri ilə fərqlənir. Öncə, dəfələrlə qeyd etdiyimiz kimi, bu, məntiq baxımından inqilabdır və imam inqilabın genişlənməsinin tərəfdarıdır. Hüseyn hərəkatı barəsində suallar. 1. Hüseyn qiyamı bir partlayış, yoxsa bilərəkdən edilən bir qərar idi? İkinci halda, hakim rejimin əleyhinə olan bu üsyan və inqilab ibtidai bir hərəkət, yoxsa rejimin və onu öldürmək istəyənlərin qarşısında bir növ müdafiə və müqavimət idi? Yaxud ondan beyyət istəməyin müqabilində bir hərəkət idimi? Əgər fərz etsək ki, ibtidai inqilab idi, o zaman inqilabın mənşəyi Kufə cəmaatının dəvəti idi, yoxsa Kufə cəmaatı dəvət etməsəydi belə imam yenə qiyam edəcəkdi? İkinci, İmam Hüseyn imamət elmi ilə və ya qəti işarə və dəlillərlə öldürüləcəyini bilirdi, yoxsa bilmirdi və öldürülməsinə inanırdımı? İkinci halda əgər bilsəydi, başqa cür əməl edərdi, yoxsa elə etdiyi kimi edərdi? Yoxsa nəticədə öldürüləcəyini biləndən sonra peşman oldu, ya yox? Üçüncüsü, İmam Hüseyn Kərbəlaya doğru hərəkət etdimi? Ya əgər fərz etsək ki, öldürülmək məqsədi ilə hərəkət edibsə, hədəfi Kərbəla deyildimi? Əgər məqsədi Kərbəla deyildisə, bəs hara idi? Məqsədi müsəlmanların hərbi düşərgəsi və şiələrin mərkəzi olan İraqa mı getmək istəyirdi ki, oranı özünə mərkəz etsin? Yoxsa müəyyən bir məqsədi vardır? Yalnız Hicazda qalmaq istəyirdi və yeri gəlmişkən Şama getməyi də düşünürdü?
Nəhayət hər halda, əgər məqsədi Kərbəla deyildisə, istənilən halda bu səfərdə şəhid olacağını bilirdimi? Dördüncüsü, İmam Hüseyn sülh təklif etdimi? Əgər etmədisə, bu zaman qarşı tərəf sülh təklifi irəli sürdümü ki, o da qəbul etməsin? Əgər fərz etsək ki, sülh təklifini irəli sürmüşdür, deməli, onun və İmam Həsənin vəziyyəti fərqlənmir. Fərq yalnız tərəf müqabililərindədir. Yəni, Muaviyyə sülhü qəbul etdi, Yezid isə qəbul etmədi. Əgər sülh təklifi irəli sürdüsə, bəs niyə əvvəlcədən beyət etmədi? Salih-i Nəzəfəbadinin rəyi budur ki, İmam 5 dəfə sülh təklifi ilə çıxış etdi. Beşincisi, əgər İmam Hüseyn özü sülh təklifi ilə çıxış etmədisə və tərəfin sülh təklifini qəbul etmədisə, bunun səbəbi nə idi və niyə İmam Həsən sülhü qəbul etdi? Altıncısı, Allah səni öldürülmüş görmək istəyir cümləsi doğru ola bilər ya yox? Yeddinci, İmam Hüseyn nə üçün beyət qarşısında bu dərəcədə müqavimət göstərdi? Lakin Əmir əl-Möminin və digər imamlar bu istəyin qarşısında bu qədər müqavimət göstərmədilər. Demək olarmı ki, Əlinin beyəti səhv edən əksəriyyətə tabi olmaq xarakteri daşıyırdı, lakin İmam Hüseyndən istənilən beyət vəli-əhdliyi rəsmən qəbul etmək idi. 8-ci, beyət ilə sülhün fərqi varmı? Yəni demək olarmı ki, xüsusi bir şəraitdə imza və təsdiq xarakteri daşıyan beyəti qəbul etmək doğru deyil, lakin sülh iki düşmən arasında baş verdiyi heç bir imza və təsdiq məfhumunu daşımadığını və yalnız düşmənçilik mənasını bildirdiyi üçün sülhü qəbul etmək olar. 8-ci, beyət ilə sülhün fərqi varmı? Yəni demək olarmı ki, xüsusi bir şəraitdə imza və təsdiq xarakteri daşıyan beyəti qəbul etmək doğru deyil, lakin sülh iki düşmən arasında baş verdiyi, heç bir imza və təsdiq məfhumunu daşımadığını və yalnız düşmənçilik mənasını bildirdiyi üçün sülhü qəbul etmək olar? Demək olarmı ki, İmam Hüseyn beyəti qəbul etmədi, lakin düşmən bir fərd kimi sülhü qəbul etdi. 9-cu, İmam Hüseynin hakimiyyəti ələ almaq niyyətində olmasına dair işarə, şahid və dəlil varmı? Ya imam yalnız beyyətdən imtina edir, yaxud əsasən əmr biməruf və nəhyəs münkər edən idi? Bizim əqidəmizə əsasən Kufə əhalisinin məktublarına cavab vermək, imamın hakimiyyəti və rəhbərliyi qəbul etmək istəyinə sübutdur. Müslüm də elə bunun üçün Kufəyə gəldi. Bu sualın dalınca başqa bir sual yaranır və o sual bundan ibarətdir ki, Məkkəyə getmək sırf beyyətdən imtina etmək üçün idi, yoxsa rəhbərlik üçün daha çox hərəkət və fəaliyyət imkanı olduğu üçün? 10-cu, İmam Səccad Hərrə hadisəsində Müslüm ibn Uqbənin vasitəsilə Yezidə beyyət etdimi? 11-ci, suallardan biri budur ki, necə olur ki, İmam Hürrün və Ömər Sədin qoşunu ilə rastlaşdıqdan sonra etdiyi təkliflərlə birgə Hicaza qayıtmağı təklif edir. 12-ci, İmamın Hür və Ömər Sədlə görüşdükdən sonra Mədinəyə qayıtmaq təklifi inqilabın vüsət tapması və yayılması üçün idimi? 13-cü, əgər imamın hökumət əleyhinə üsyan və inqilab fikri yox idisə, bəs nə üçün Bəsrə cəmaatına məktub yazaraq onları dəvət etdi? İmam başqa yerlərin əhalisinə, məsələn, Yəmən, Xorasan, Misir və s. yerlərin əhalisinə də məktub yazdımı? Ola bilər ki, məktub yazıb, lakin gizlin və məxfi qalıb. Bəsrə məktubları Münzir ibn Carud tərəfindən aşkar olundu. 14. Qəffari Bərrəsiyə Tarixi Aşura Aşura tarixinin araşdırması kitabının girişində bu məsələləri ortaya atır. Hüseyn ibn Əlinin əməli beyyətdən qaçmaq idi, yoxsa Küfəlilərin dəvətini qəbul etmək və ya qiyam, hərəkat, müasirlərimizin dili ilə desək inqilab idi. Öldürüləcəyini bilirdi ya bilmirdi. Planlı şəkildə hərəkət edirdi, yoxsa qarşıya çıxan hadisələr zamanı ayrıca qərar qəbul edirdi. Nə üçün bəzən öz yoldaşlarına getməyi təklif edir, başqa bir vaxt isə başqalarını da köməyə çağırırdı. Müslümün şəhadət xəbərini eşitdikdən sonra ətrafındakilərine təklif etdi ki, gedin və məni tək qoyun. Lakin Ubeydullah ibn Hürcufi, Zübeyir ibn Əl-Qeyn
və Zəhhaq ibn Abdullah Məşriqini köməyə çağırdı. Hətta Zəhhaq ibn Abdullahdan son nəfəsə qədər ona kömək edib, sonra getməsini istədi. Aşura gecəsi bütün dostlarına və ailə üzvlərinə getmək izni verdi və beyyətini onlardan götürməsini elan etdi. Amma elə həmin gecə Həbib ibn Məzahiri Bəni Əsəd qəbiləsinə kömək istəməyə göndərdi. Fövqəladə təhlükəli bir işə əl atdığını və öldürüləcəyini bilən şəxs nə üçün öz arvad uşağını özü ilə aparır? Bəziləri bu hərəkatın plansız və tədrici olduğunu güman etmişlər. Onların əqidəsinə əsasən, imamın işi beyyətdən imtina edərək, arvad uşağı ilə birgə əminaman yer olan Məkkəyə pənah aparmasından başladı. Sonra iki şey Məkkədən çıxmasına bais oldu. Biri Məkkədə terror olunması və Kəbənin hörmətinin aradan getməsi qorxusu. Digəri isə Küfəlilərin dəvəti. Müslümin məğlubiyyəti ilə imam qayıtmaq istəyirdi, amma olmadı. Kərbəlada ələ keçdi və öldürüldü. Bəziləri deyib ki, imam öldürüləcəyini bilmirdi, yoxsa belə etməzdi. İmam inanmırdı ki, Allahın Rəsuluna bu qədər yaxın olmasına baxmayaraq onu öldürsünlər. Başqaları isə deyiblər ki, əksinə, imam yəqin bilirdi ki, hər halda onu öldürəcəklər. Odur ki, şərəflə və izzətlə şəhid olmağı, zillətlə və xar olaraq öldürülməkdən üstün tutdu. Qəfvari özü Hüseynin əməlinin qiyam, hərəkat və inqilab olduğunu qəbul edir. Muaviyyənin vaxtında bunu bir sıra şərait hazırlamışdı ki, imamın qiyam və hərəkata başlamasını tələb edirdi. Digər tərəfdən əlimizdə çoxlu dəlillər vardır ki, imam elə həmin əvvəldən işə hazırlıq görürdü. Biz bu hazırlaşmaları Hüseyn hərəkatı barədə qeydlər 38-ci nömrəsində bəyan edəcəyik.